Tarihte medeniyetin başladığı yer Mısır'dır. Mısır'da ilk devletin kurulması, ilk sistemin kurulması ve devletçilik anlayışının bu seviyeye gelmesi inkişafta da ve yenilişlerde de medeniyet olarak onları ileriye aparmıştır. Mesela Finikyalıların kurduğu Karfagen devleti de tarihte qeyd edilir, lakin bu çok da yaşamış bir devlet değildir. Bundan başka Mısır medeniyeti deyəndə ağla gelen bir diğer mesele de elbette ki Mısır piramidleridir. Piramidler ilk olarak 2700 eradan evvel 2770. ilde Toser tarafından tikilmeye başlamıştır. Lakin piramid tikilərkən başta olan Firavun düşünülse belə, Firavun ölsə belə devam edirdilər. Çünki bir əsrə tikilən piramidlər var. Firavunun ömrü çatmır, ölür, ama yine de işler devam eder. Mesela piramidaların tikilməsində qəribə xüsusiyyətlər var. O zaman Mısırlarda köləlik çox da bilinməzdi. Diğer coğrafyalarda bilinsə və tətbiq edilsə də qəribə bir surətdə bu coğrafyada köləlik çox da bilinmirdi və kölə işlədilmirdi o qədər də. Piramida inşaatında çox da kölə işlədilməyib. Bunun yerinə kəndlilər, azad kəndlilər işləyib və bir qarşılığı olmadan sadece olarak inanırlarmış ki o zamanın inancına göre o firavunları Dosir və yaxud da digəri həmin piramidadan nə vaxtsa bir gün qalxacaq və yaxud da onlar özləri də həmin piramidalardan bir gün öldükdən sonra diriləcək kimi bir anlayışla o piramidaları inşa edir. İnşasında bir növ qul əməyinə bənzəyən amma özləri işləyirlər və öz qidalarını da özləri təşkil edirlər. Çox yaxşı da qidalanmırlar. Adi çörəkləri filan bu qədər və bunu da özləri təmin edirlər. Kölələrinki əfəndiləri təmin edir. Bir də məsələn Mısır piramidalarının inşası ortalama bir piramidada 27 milyon ton ağırlığında daş kütləsi vardır. Və bu çox böyük bir həcm təşkil edir. Onun içində yayın qızmar istisində belə iş devam etmiştir burada. Bu piramidaların inşası və ərsəyə çıxması ilə. Bununla beraber bu günümüzdə belə həmin bu piramidlərin inşası, texnologiyası tam surətdə anlaşılmamışdır. Çünki həqiqətən də inşasında istifadə olunan daşların həcmləri və o daşları oraya yerləşdirmək, milimetrelik işləmələr o zamanın texnologiyasına çox da uyğun gəlmir açıqcası. Onun içində bu günümüzdə də bu piramidaların inşası düşünülməyə, araşdırılmağa devam etməkdədir. Həmin dövr tarix dünyasına baxdığımızda təkcə Mısır dövləti olarak deyil də ümumi olarak baxdığımızda daş dövrü, tont dövrü və dəmir dövrü deyilən ayrı-ayrı periyodlar vardır ki, mesela bu periyodlardan daş dövrü en uzunudur. Lakin digərlərinə keçid çox sürətli olmuşdur. Mesela tont dövrü kısadır, 6000 illik. Dəmir dövrü en kısadır, 2000 illikdən istifadəsinə başlansa 4000 ildir dəmirin inşası. Və qəribə bir surətdə dəmirin ortaya çıxması, istifadə edilməsi ilə birlikdə dünya tarixində dövlətlər ortaya çıxmağa, eynilə eradan əvvəl 105-ci ildə kağızın icadı mədəniyyətin inkişafında dönüm nöqtəsi oldu. Ondan bir 100 il sonra yeni miladın başlanğıcı oldu. Bütün bunlar hər halda ki
təsadüfi deyil və tarixdə olan kökdən dəyişilmələrin kilid nöqtəsi idi. Tunçdan yəni istifadə edilən əşyalar məsələn hazırlanması daha çətin, həm misdən, həm daşdan ərdilib istifadə edilməyin çətinliyi və ondan sonra dəmir dövründəki alətlərin istifadə edilməsi, onlardan düzəldən yeni texnologiyalar və təbii ki silahlar əlbəttə ki daha fərqli idi. Bizdə məsələn belə bir şey var ki, tarixdə yəni o dövrdə də böyük mədəniyyətlər qurulmuş, böyük işlər qurulmuş və yəni o dövrdə də insanlarda təbəqələşmə var idi. Yəni zəngin, kasıb o dövrdə də var idi. İnsan yəni tarixi fikirləşəndə böyük şəxsiyyətləri düşünür. Hər halda deyir məsələn, filan böyük şəxsiyyət olaram, nə bilim, Djoser kimi firavun olaram və yaxud da Tutmosis, Amenhotep kimi yəni böyük firavunları yerində düşünür. Çünki onlar ön plana verilir, tarixdə onlardan danışılır. Amma məsələn, adi bir azad kəndli də olma ehtimalı var və yaxud da bir döyüşdə önə sürülmüş bir piyada ehtimalı da var. Yəni bu, onların da ayarlaya biləcəyi bir şey deyildir yəni. O dövrdə də yəni yemək mədəniyyəti də var idi. Hazırlanan müxtəlif tortlar, şirniyyatlar, fərqli yemək növləri o dövrdə də var idi. Amma təbii ki, yəni o dövrdə də hər xalq təbəqəsi hər cürə vasitədən istifadə edə bilmirdi yəni. Yəni kəndlilər yəni öz bədbəxtliyi yerində, yenə varlılar da öz həyatlarında. Yəni bu adət 3000 ildir. İlk yəni dövlətlərin qurulmasından bəri bu şəkildə davam edib gəlmişdir yəni. Köhnə olan bir məsələdir yəni. Hər zaman bu şəkildə tarixə baxdığımızda hər zaman bu şəkildə davam etmiş bir məsələdir deyilə bilər.